Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve iz qala Musa li kavmihi innallaha ya'murukum en tezbahu bakara. Qalu atettehuzuna huzvan. Qala euzu billahi en akuna minel cahilin. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Məcmuəl Bəyan təfsiri əsasında Bəqərə surəsinin 67-71-ci ayələrin təfsiridir. Biz keçən bəhslərimizdə bu ayələrin lüğətlərini və həmçinin bu ayənin barəsində nəql olunan bir neçə hekayəni nəqli nəzərinizə çatdırdıq ki, nə üçün Allah Taala Bəni İsrailə əmr edir ki, bu inəyi kəssinlər. Hekayə nədən ibarət idi? İnəyi kəsməyin hikməti nədən ibarət idi? Bu barədə bəzi məsələləri sizlərin nəzərinə çatdırdı. Amma bu bəhsimizdə istəyirəm bu ayənin artıq məna və qısa izahını sizin nəzərinizə çatdırım. Əminül İslam Təbərsi buyururlar ki, hazihil ayat mə'tufətun əla ma təqəddəməha minəl ayatil varidə fil bəyan li ni'əmillahi təala əla bəni İsrail. Bu ayələr keçən ayələrə bağlı olan ayələrdir. Belə ki, Allah Taala bu ayələrdə də Allahın Bəni İsrailə verdiyi digər nemətlərə işarə edir. Amma bunlar bu nemətlərin müqabilində şükr etmək əvəzinə, Allaha pərəstiş edib, Allaha itaət etmək əvəzinə bunlar elə bu nemətlərin müqabilində küfran nemətidirlər və isyan edirlər. O nemətlərdən biri də bundan ibarət idi. Həmin hekayə işarə edir. Allah Taala buyurur ki, və iz qala Musa li qavmihi. Həzrət Musa əleyhissalam öz qovmunədir ki, Allah Taala sizə əmr edir ki, inək kəsəsiniz. Onlar bu əmrə itaət etmək əvəzinə Həzrət Musa əleyhissalama dedilər ki, sən beni məsxərə edirsən, istehza edirsən, biz sənə deyirik ki, bir nəfər öldürülüb, onun qatilini tap, sən bizə deyirsən, gedi inək kəs. Nə üçün bunlar rahat şəkildə qəbul eləyə bilmədilər? Həqiqətdə bunlar bu əlaqəni dərk eləyə bilmədilər ki, öldürülən şəxsin qatilini tapmaqla inəyi kəsməyin arasında nə kimi əlaqə vardı, bunu bilmədikləri üçün sanki Həzrət Musa əleyhissalam bunları məsxərə edir. Ki, məlum olur ki, bunlar hələ Həzrət Musa əleyhissalamı bir peyğəmbər kimi, bir düz danışan kimi, məsxərə etməyən bir şəxs kimi tanımaq əvəzinə ona məsxərə nisbətini verirlər. Yəni, Allah peyğəmbər kimi sanki qəbul eləmirlər. Sanki qəbul eləmirlər ki, Həzrət Musa əleyhissalam ulul-əzm peyğəmbərlərdəndir və onun dediyi Allahın sözüdür. Vəhiy əsasında danışır. Sanki bunu qəbul eləmirdilər. Qala, bunlar ki, dedilər, ya Musa, sən bizi məsxərə edirsən. Musa əleyhissalam dedi ki, əuzu billah ən əkunə minəl cahilin. Mən pənah aparıram Allaha ki, cahillərdən olam. Mənası nə deməkdir? Yəni, məsxərə etmək, istehza etmək həqiqətdə bu cahillərin işidir. Mən də cahil deyiləm. Bəs cahil deyiləmsə, mən bu sözü deməkdən məqsədim istehza etmək deyil. Fəizə qilə limə umiru bizi bihil bəqərə dunə qeyriha. Keçən verilişdə işarə elədim. Burada Əminül İslam Təbərsi burada ona işarə edir. Buyurur ki, nə üçün onlara əmr olundu ki, yalnız və yalnız gərək inək kəssinlər? Fəqət qilə fihi. Bunun barəsində cavablardan biri budur ki, li'ənnaha min cinsi ma əbəduhu minəl icl. Çünki bunlar inəyin cinsindən olan buzova pərəstiş etmişdilər. Allah Taala onu kəstirməyə əmr etmək vasitəsilə liyuhəvvinə indahu ma kanu yarəvna min təzimi. Onlar ki, inəyi bu qədər öz gözlərində əzəmətli bilirdilər, ona pərəstiş edirdilər. Allah Taala istədiyi desin, bu ölən bir şeydir. Bundan məbud olmaz. Liyəzulə ma kana min nufusi min ibadəti. Sanki onların nəfslərində, onların fikrindəki inəyə baxışları bir əzəmətli idi. İndi hal-hazırda da Hindistanda bəziləri inəyə pərəstiş edirlər. Həqiqətdə qayıdır o yəhudilərə. Və innəmə əhiyyəllahul qətil bi qətlə həyyin liyəkuna əzhər li qudrəti fi ixtira'il əşya min əzdadihə. Allah Taala diri bir şeydən ölünü diriltdi. Həqiqətdə bu da bir sualdır ki, nə üçün Allah Taala öldürülən şəxsi bir dənə dirini öldürmək vasitəsilə
ona həyat verir. Yəni ölünü diriltmək üçün gərək bir dənə diri ölsün ki, o danışsın. Bu da həqiqətdə Allah Teala istəyir öz qüdrətini bizə göstərsin ki, zidd olan bir şeyi görürsən ki, ona təsir qoyur. Fələmma əlimu, artıq bunlar ki, bildilər ki, Həzrət Musa əleyhissalam həqiqətən məsxərə eləmir, bu fikrində ciddidir. Fələmma əlimu ənə zibhəl bəqərə fərzun minəllahi Teala, bunlar ki, artıq bildilər ki, inəyi kəsmək Allah tərəfindən bir fərzdir. Səəlu ənha və bədəu bisinniha. Başladılar bu inək barəsində sorğu-sual eləməyə. Bu inək hansı xüsusiyyətlərə malik olunmalıdır? Belə ki, dedilər, ud'u lənə rəbbək yübəyyin lənə mahiyyə. Öz Rəbbindən istə ki, bizə xatir onu bəyan eləsin. Qala Musa innehu yəqulu. Musa əleyhissalam da dedi ki, Allah Taala'nın əmridir ki, innaha bəqaratun la farizun və la bikr, ey leysət bi kəbirə və la səğirə. Yəni elə bir inək olmalıdır ki, la fariz, nə böyük olmasın, yaşlı olmasın, nə də kiçik yaşlı olmasın. Əvanun bəyinə zalik, ey hiyə vəsətun beynə səğirəti vəl kəbirə. Yaşlı ilə cavanın arasında orta səviyyəli bir heyvan olsun. Fəf'aluma tu'merun ey izbəhuma umirtum bizibhi. Artıq mən dediyim budur. Nə çox yaşlı, nə də çox cavan bir heyvan olmasın. Bunların arasında bir orta səviyyəli bir heyvan olsun. Artıq edin o şeyi ki, Allah tərəfindən sizə əmr olunur. Yəni belə bir heyvanı tapın, kəsin. Artıq digər xüsusiyyətlərlə işiniz olmasın. Amma fələmma bəyyənə subhanə sinnəl bəqərə səəlu ən luniha. Allah Teala burada yalnız və yalnız onlardan istəyi budur ki, nə yaşlı olmasın, nə çox cavan olmasın. Gedin kəsin. Amma bunlar gəldilər o heyvanın rəngini də soruşdular. Yaşın bildik, çox yaşlı olmasın, çox da cavan olmasın. Amma rəngi necə olsun? Qalu dedilər, ud'u lənə rəbbəkə yübəyyin lənə ma lovnuha. Allahından istə ki, bizə bəyan eləsin, onun rəngi necə olsun. İsəl Rəbbəkə yübəyyin lənə ma lovnəl bəqərə əlləti umirnə bizibihə. Qalə Musa, rəngindən soruşanda Həzrət Musa əleyhissalam dedi ki, innəhu subhanahu ta'ala. Yəni bu da özündən demir. Yəni Allah belə deyir. Siz soruşursunuz rəngindən, mən də Allahdan soruşuram. Allah mənə vəhy edir. Deyir ki, yəqulu innəha bəqərətun səfra. Elə bir inək olsun ki, sarı olsun. Hətta qərniha və zulfiha. Hətta deyir ki, onun buynuzları da belə sarı olsun. Hətta onun quyruğu da belə sarı olsun. Faqiun lovnuha. Özdə elə bir sarı ki, şədidətun səfrətun lovnuha. Yəni onun rənginin sarılığı şiddətli. Bizdə deyir, tünd sarı olsun. Açıq sarı olmasın ki, tusirrun nazirin. Elə sarı ki, insanlar onu görəndə insanı cəzb eləsin. Burada bir rivayətə də işarə olunur. O da rivayət, yəni müstəhəbbidir ki, insan özü üçün ayaqqabı seçəndə sarı rəngdə olsun. İmam Sadiq əleyhissalamdan bir rivayət var. Bu ki, ənəhu qal, mən ləbisə nə'lən səfra ləm yəzəl məsrurən hətta yəbliyəha. Buyurur ki, bu ayə istinad edərək buyurur ki, hər kəs sarı nə'ləyin ayaqqabı geyinərsə həmişə şad olar. Niyə? Çünki Allah Teala bu ayədə buyurur ki, İnnəha bəqaratun səfraun faqiun lovnuha təsurrun nazirin. Sanki sarı geyim, sarı ayaqqabı insanın şad olmağına səbəb olur ki, İmam Sadiq əleyhissalam da bu ayəyə işarə edir. Hər halda Allah Teala bu heyvanın rəngini də bəyan etdikdən sonra fəqalu dedilər, ya Musa ud'u lənə rəbbəkə yübəyyin lənə mahiyyə innəl bəqərə təşabəhə ələynə. Deyir ki, Musa əleyhissalama dedilər ki, bəli, bunun rəngini də bildik. Amma bunun digər xüsusiyyətləri ki, aya şoxumda işləyən olsun, bunun vasitəsilə əkinəcək suvarılıb yoxsa, bu kimi digər xüsusiyyətləri. İnnəl bəqərə təşabəhə ələynə. Bu cür heyvanlar çoxdur. Və innə inşaallahu ləmuhtədun. Sən rəngindən əlavə digər xüsusiyyətlərində desən, bəlkə biz haqqa gəlib çataq. Qalə Musa əleyhissalam dedi, innəhu Allah Teala buyurur ki, yəqulu innə bəqəratun, elə bir inəkdir ki, əlləti umirtum bizifaq, la zəlulun tusirul ərzə. Elə bir heyvandır ki, bundan iş çəkməyiblər, yer şumlamayıb. Və la təskil hərsə, bu
əkinəcəyi də suarmayıb. Musəlləmətun, ey bəriətun minəl uyub. Heç bir eybi də olmamalıdır. La şiyyətə fiha, bunun rəngində də, ey la və səfi yuxalif lovuna cildiha, ləkəsi də olmamalıdır. Qalu, artıq bu xüsusiyyətlər dedikdən sonra, qalu əl-anə ci'tə bil haqq. İndi haqqa gəldin. Necə bir haqqı ki, yəni artıq elə bir xüsusiyyətlər qeyd olundu ki, belə bir heyvana o zamanda yalnız və yalnız bir dənədir. O da Bəni İsrailin zamanlarının birinin əlində. O da deyir ki, mən satmayacağam ta ki, bunun dərisinin tutumu qədərində mənə qızıl verəsiniz. Ey zəhərlənəl haqq əl-an. Davamında Allah Teala buyurur ki, fəzəbəhuha. Bunlar artıq bu inəyi kəsdilər, amma və ma kadu yəf'alun. Amma sanki bunu etmək istəmirdilər. Ey qərbu ən la yəf'alu zalikə. Yəni istəmirdilər bunu eləsinlər, həyata keçirsinlər. İbn Abbasdan var ki, ennahum iştərəfə bimil cildiha zəhəbə min malil məqtul. İbn Abbasdan hekayət nəql olunub ki, bunun barəsində bunlar həmin o heyvanı aldılar, həmin heyvanın dərisinin tutumu qədərində. Amma pulu həmin öldürülən şəxsin malından verdilər. Burada başqa rivayətlər də vardır ki, artıq onun üzərindən keçirəm. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.